Salam dostlar, bugünkü dərsimizdə biz sizlə deməli faceplate quracağıq. Və bizim studiya açılsın, gözləyək. Və biz burada seçirik deməli new faceplate type. Və gəlin bunu save edək. Adını qoyaq FB olsun və faceplate. Və birinci bunun ölçülərinə baxaq dostlar. Eləyək bunu biz məsəl üçün 300-ün 325-ə belə. Və bura bir dənə statik text əlavə edək. Və rəngin qoyaq, məsəl üçün qırmızı. Deməli, effektlər, no, deməli, color olsun, background color olsun, qırmızı rəngdə. Font color olsun, ağ. Və yazı da düşsün ortaya. Biraz da böyüdək eləyək 20. Tamam, belə deyansın, biraz böyüdək, gəlin bunu belə. Və gəlin əlavə də 2 ədəd label qoyaq bura. Bu olsun bizdə pump və biri də olsun bizdə valve. Bundan balaca çıxır. Bu olsun valve. Və burada deməli style'da istəyirəm dəyişiyirəm belə olsun. Tamam, belə daha yaxşıdır. Və əlavə olaraq dostlar, deməli bir dənə də statik text əlavə edəcəyik bunun qabağına. Biraz balacalaşdırım. Və bunun effektlərini biz qoyacağıq sizlə. Deməli style normal vəziyyətdə olsun. Duplicate. Və burada dostlar deməli bizdə pump lazımdır 10 olsun, yəni işləsin. Bunun deməli rəngin seçək yaşıl və valve bizdə open olsun. Bu da olsun bizdə yaşıl. Tamam, bu niyə belə rəngdə oldu? Və gəlin bir dənə də əlavə eləyək. Bunu qoyaq. Bunu qoyaq. Nə qoyaq? Percent qoyaq. Percent. Və duplicate eləyək buranda. Burada 0 eləyək və
Yaşıl eləməyək, gəlin belə bir dəyişiklik eləyək burada. Deməli, effektlər qalır. Color, font color qoyaq qara. Background color eləyək ağ. Və burada bizdə olmalıdır filling. Color, geometry. Yox, bir dəqiqə. Burada həmən property yoxdur. Biz götürməliyik sizlə input output field. Bax, bunu götürəcəyik. Bura. Bu qalsın yerində. Deməli, burada propertiesdə dostlar nə edirik? Biz deməli, effektləri yığışdıraq. Deməli, bizə lazım olacaq font alignment center output input value bizə lazımdır 0 olsun. Düyməsini basırıq və bu da lazımdır ki bizə 999 kimi qalsın. 99 yox, 999 belə. Və bir ədəd də gəlin bura slider əlavə eləyək. Amma öncə bizə nə lazımdır? Bunları biraz çəkək. Bir tərəfə çəkək biraz. Tamam olsun belə, yapışmış olsun. Və bizə lazımdır sizlə slider var. Bəli, bu olacaq bizdə slider object. Biraz elə bir iki yerləşmir. Gəlin bunu biraz balacalaşdıraq. Olsun. Deməli. Slider object. Burada da artıq. Bu dostlar mənim də keçdiyim dərsdir. Mən də bu dərs üzrə öyrənirdim əvvəl. Sadəcə bu dərsdə daha çox mənim keçdiyim deyəndə ki, mənim öyrəndiyim dərsdir. Bu dərsdə tam olaraq Vinci-nin propertiesinin, yəni obyektlərin istifadə olunur deyə bu dərsi sizin üçün təkrarlayıram. Sonra dediyim kimi biz əlavə bir proyekt kimi tam olaraq hamısını mix edib düzəldəcəyik. Bir dənə baxın bunun propertiesinə. Burada object configuration dialog. Bəli, düzdür. Ya da gəlin biraz bunu böyükdə istəyirsinizsə bunu eləyək 200 və stepi qoyaq 1. Və bugünkü dostlar, bugünkü dərs bu qədər. Növbəti dərsdə biz bura fail alarmı da əlavə eləyəcəyik və sonradan simülyasiya eləyəcəyik. Bu hissəni baxaq görək bizdə hər bir şey düzdür yoxsa yox. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Kanala abunə olmağı yaddan çıxartmayın və like, əgər videonu bəyərdinizsə like qoyarsınız. Bunu save eləyək.